Hepinize salamlar dostlar. Ben Hüseyin. Bu günləri yeni kanalımın ilk videosuyla karşınızdayım. Uşaqlar, bu videoda, daha doğrusu bu kanaldaki məqsədlərim World Soccer Champs videolar paylaşmaqdır. Dostlar, bu kanalda yeni baş məşqçi karyerası açacağıq. Daha doğrusu baş məşqçi karyerası açacağıq və beləliklə ilerleyip dünyanın en yaxşı baş məşqçisi olmağa çalışacağıq. Təbii ki, bu bölüm olacaq. Bir dəfəlik olmayacaq. Bugün ise bu bölümün bu seriyanın ilk bölümünü çəkirik dostlar. Niyə mən Hüseyin Futbol Gamer kanalını buraxdım və bu kanalı yeni kanal açıb bu kanalda devam etməyə başladım. Bunu öyrənmək istəyirsinizsə Hüseyin Futbol Gamer kanalıma daxil olub oradakı son göndərdən her şeyi öğrenə bilərsiniz. O zaman dostlar sözü çox uzatmayayım. Siz kanala abunə olub videoma da like atan vaxtı mən də gedim qəşəng şəkildə satışlarımı edim. Daha doğrusu birinci komanda tapım. Sonra satışlarımı edim. Sonra isə transferlər edim. Bunu etdikdən sonra kaydı açım və maçlara keçək. Bəli dostlar, getdim komanda axtardım və üstünlük verdim ki, pulu daha çox olan komanda olsun və bu da Birləşmiş Ərəb Əmirlikləri liqasında yerləşən Ajman klubu oldu. Ajman klubunda satışlarımı etdim və alışlarımı da etdim. Gördüyünüz kimi komandanın halı belədir. Burada yəni potensiallı oyuncular transfer etmişəm. Yani ama bu bir o adlı oyuncu öz komandanın öz oyuncusudur. Məncə çox potensiallıdır. Gəl bir transferlərimizə baxaq. Satışlarımıza, alışlarımıza, hamısına gördüyünüz kimi ilk öncə komandamızın santraforu Valid Azaronu 3,5 milyona satmışam. Sonra defansif orta sahamız Yahya Jabrani 2,3 milyona satmışam. Ondan sonra Dro Fernandes, Honest Ahanor və Quentin Nidiatu adlı oyuncuları transfer etmişəm. Jan Ziyovskini də komandaya gətirmişəm. Ondan sonra Olsa Baybeki də komandaya gətirmişəm. Yuri Matias'ı satmışam. Junior Flemings'i satmışam. Və ondan sonra İdriyasse Guyeni transfer etmişəm. Literini satmışam. Və Anes Mitseni satmışam. Ondan sonra Noah Fernandez'i transfer etmişəm. Və Rocky Marcion'u satmışam. Ondan sonra da en axırda da John Albini satmışam. Gördüyünüz kimi satış və alışlarımı saydım. Bir durdurup hamısına baxa bilərsiniz. Son bir satışım və alışım qalıb. O da qapıcı satış alışı. İkisini də satıb yeni oyuncular alacağım onların yerinə. Bunu da sizin yanımda etmək istədim. Bir kaya bunu yəni ki birini kiralayıb birini transfer edəcəm. Kiralamaq var. Bu arada pizzanı kiralamışam. Yəni bunu bilin. Şimdi bir dənə qapıcı 65-70 transfer listesində 22 yaşdan aşağı Renato Martin var burada. Renato Martin'i kiralasaq nə qədər pul verir? 299k qarşılığında gələcək sezona qədər Renato Martin'i komandamızın qapısına transfer edirik. Bəli, burada onu yerləşdirdik. Yedəklər yenə dağıldı. Mən onu bəyalat çəkmədim. Bu arada aldığımız yəni bir dənə 17 yaşlı Noah Fernandes var, Zamen oyuncusu və bu həm sol kanadı zamenləyir, həm də ofansif orta sahanı. Yəni bunu bilin. Bunu etdik. İndi bir dənə də 50-55 bir transfer listesində qapıcı olmaz o zaman. Yaşlı aşağı da yoxdur. 33 yaşlı Muhammed Yusuf var və 39 yaşlı Rohvali var abi, yox. O zaman 55-60 olsun. 20 aşağı. Türk Gücü Münhen. Bir dəfə mənə yorum gəlmişdi o birisi şeydə. O birisi YouTube səhifəmdə Hüseyin Futbol Gamer, yəni ilk YouTube səhifəmdə bir yorum yazmışdı. Bir gün Türk Gücü Münheni sümrəs edərsən, başını kəsərsən. İnşallah kanalımız gəlişsə və baksımız çoxalsa,
İnşallah ki edərəm. Onu da edərəm. Marşıladan Celli Vam Nekid ala bilərik. Amma mən Türk yüzündəki oyuncu olacağım. Niyə? Çünki həmin o şərhi yazana görə. İnşallah ki o bu videonu izləyir. Leon klan açı. Kanalımıza qatdı. Niye 3 tane sohbet var burada? Keçiyor mu orada? Və bəli. Gücləndirdik komandanı, yəni transferlərimiz, hər şey əladır məncə. Yəni tam 68 70-ik. 2 yarım ulduzumuz var. Zihniyyət ofansif olsun, basınç düşük olsun deyirik. Və keçirik bir dənə yetenek avcılarına, bazada baxmağa. Antrenmana baxırıq. Antrenman səviyyəsi 7-dir. Bunu bir dənə yüksəltsək əla olar. Bir dənə yüksəldə bilmirik amma. Yəni burada Pitars'ın potensialı 99 göstərir. Tro Hernandez'i 93 göstərir ki, Tro Hernandez artıq bizimdir. 93 potensial var. 77-93 potensial, yəni daha doğrusu, yəni 77 potensial var minimum. Minimum 77 potensial var. Ən aşağı potensiallı oyuncumuz elə görünür ki, Javkovdur. Niyə? Çünki 68-84-dən başlayır. Ozal Baybek 73, yəni Ozal Baybek də çoxdur. Ən çox Pitars'da, Dro'da, Ozal Baybek'dədir. Yəni burada bəlli olmur. Bəlkə də onların potensialı 85, 83, yəni amma bəziləri var ki, maksimum potensialı 85 falandır, yəni. Amma aralarında ən yüksək potensial olan 99 potensialı malik olan o birisi qapıçımızın da yəni potensialı yüksək 72 potensial var. 56 olsa da 72 potensial var. Nəysə, sözü çox uzatmayaq. İlk maçımıza keçək. Palm City'yə qarşı maç atlayırıq. Palm City'yə 3, 4, 5 top vurur və onlar da qarşılığında bizə 1 top vururlar. Bu hələ hazırlıq oyunuydu. 5-1 məğlub edirik. Bir dəqiqə bir dənə təklif gəlib. Sol bekimiz Zamen sol bekidir bu. Yox, Zamen sol bekidir, bəli. Yox, vermək dəyməz. İndi keçək Al Şahmal maçına. Dostlar, videomuz yəqin ki 11 dəqiqəlik falan olacaq, 10 dəqiqəlik. Çünki artıq istəmirəm çox da uzun video olsun. Qısa, tez, beləliklə daha çox cəlb edir adamı. Yəni uzun video olanda adamın axıtı olmur oturub baxmağa. Yəni mən belə düşünürəm. Maç başladı. Al Şahmala qarşı ilk liqa maçımızda Ajman Al Şahmala qarşı. Atak sırası bizdədir. Top 1 odadır. Komandamızdan Günaşı yeganə oyunculardan biridir ki, komandada qalırdı. İndi bir oyuncusu Guye transferimiz Guye rəqibini çox əla dartdı. Guye qaçırtdı topu Guye. 18-ci dəqiqədə atak sırası yenə də bizdədir. Top Fredji'dədir. Bir dəqiqə bir dənə bunu seç bura. Pas ver. Biro blok. Daha doğrusu patlat attılar və topu götürdülər. İndi 21 dəqiqədə top sırası olan. İcazə verməyək buna. Oydu bu blok. 23-cü dəqiqədə indi atak sırası bizə keçir. Birbaşa uzun ötürmə. Top Guye'də. Guye. Abi pas atmağa bastım mən. Niyə öz-özünə qaçdın? Bu maç bitsin dostlar. Videonu yekunlaşdıracağım. 30-cu dəqiqədə indi Tro Fernandez'də top. Tro. Qaçırdı topu Tro. 30-cu dəqiqədə. Haydi bu bir dənə möhtəşəm blok. 34'te yine geldiler. Elvasan Marin. 37. dəqiqədə atak sırası bizə keçdi yine. Bir dənə pas beləsinə. Pitart oynadı. Guye dirəkdən dönür.
38 dəqiqədə rəqiblərindir. Otomarina Lasan. 44-cü dəqiqədə atak sırası bizə keçdi yine. Belə bir topu bıraxdıq. Vurdu qapıya. İdrisa Guye ilk golunu vurur ilk maçında. Daha doğrusu ilk maçı değil, ikinci maçıdır. Bəlkə də ilk gol da değil. İkinci goldu, bilmirəm. O birisi maçda bilmədim ki, vurdu mu Guye yoxsa vurmadı. Baxacam. 1-0 məğlub edir Real Şahmalı. 73-cü dəqiqədə yenə top sırası. Oy oy oy, ala blok. Və maç yekunlaşır. 91-ci dəqiqə bitdi və 6 gol pozisiyası bizdə, 5 gol pozisiyası onlarda. Kaleye Blanşut 1 bizdə, onlarda da bir dənə topa sahib olma bizdə 54, onlarda 46, amma 1-0 biz onları məğlub edirik. 2 dənə sarı vərəq almışıq. Lakin maçın oyuncusu baxın görmədim kimdir. Baxın keçək bunları. Və bəli dostlar, burada videomu bir dənə yekunlaşdıraq. Amma Diyan İdris Guye 2 oyuna 4 gol vurub. İdris Guye məzələnirsən, o birisi oyunda dubl edib. Bax, qapak fotoğrafı üçün çox qəşəng oldu, qəşəng. 2 oyuna 4 gol. Çox gözəl bir qapak fotoğrafı var ağlımda. Deyirəm. Bəli dostlar, videonu burada yekunlaşdırıram. 11 dəqiqəlik bir video oldu. Daha doğrusu mən 11 dəqiqədə kayıtdayım. İnşallah ki bu videoya bir 15 like gəlsə, ikinci bölüm çox qısa müddətdə gələcək. Ən azı bir 15 like atın. Yəni o birisi kanaldakı izləyicilərdən də burada varsa, xahiş edirəm kanalıma abunə olub videoya da like atmağı və mənə dəstək olmağı unutmayın. Sağ olun dostlar, özünüzə yaxşı baxın.